Ordumuzun əskəri 21 yaşlı Əli Cəfərovun ölümü ilə bağlı yaxınları bəzi detalları danışıb. Globalifo azın məlumatına görə mərhumun atası Gəncə Dövlət Dram Teatrının rəssamı Vahab Cəfərov Telegrafın Qərb bürosuna qeyd edib ki, oğlu ilə son dəfə görüşməyə çalışıblar. 2 dəfə yanında olmuşduq. Axı öncə dəfə danışmağa imkan olmadı. Onunla 3 kəlmə söhbət eləsəydik, bilirsiniz, Əli nətər uşaq idi. Tamam fərqli idi. Azərbaycan dramaturgiyasını əzbər bilirdi. Məndən ötəri o ölməyib. Əli Cəfərovun dayısı Mahir Rüstəmovun sözlərinə görə istər hospitalda olanda, istərsə də xidmət dövründə əskərimizlə mütəmadi əlaqə saxlanılıb. Bugün xidmətinin 6 ayı tamam olur. Hər şey yaxşı gedirdi. Heç bir şikayəti yox idi. Sonra öyrəndik ki, soyuqlayıb, hərarəti qalxıb. Öncə hərbi hissənin hospitalına yerləşdiriblər, oradan da aparıblar Bakıya, müdaxilə olunub, hərarəti düşüb. Hospitalda anası ilə danışıb, yaxşılaşdığını deyib. Təzələn yenə vəziyyəti ağırlaşır. Anası, atası da Bakıya getmişdi. Sonra bildik ki, pnevmoniya xəstəliyindən vəfat elədiyini dedilər. Məlumat üçün bildirək ki, Əli Cəfərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinin məzunu olub. O, Beyləqan rayonunda yerləşən en saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçirmiş. 6 ay öncə hərbi xidmətə çağırılan gənc əskər dekabrın 15-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında pnevmoniyadan vəfat edib. Əlinin nəşi dekabrın 17-də Gəncəyə gətirilərək torpağa tapşırılıb. Onun ölümü ilə bağlı hərbi prokurorluqda araşdırmalar davam edir.